Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, dəyərli cəmaət. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha ki, Allah subhanahu və teala bizləri özünə ən sevimli günlər olan Zilhiccə ayının ilk 10 günündə, eləcə də Zilhiccə ayının 11-i, 12-si, 13-ü bu günlərdə bizləri cəlb edib bir yerə toplayır. Bütün bunlara müvəffəq olmaq, hamısı aləmlərin Rəbbi olan uca Allahın nəsib etməsi sayəsindədir. Allah subhanahu və teala bizlərə Salih qulu Şuayb aleyhissalamın dili ilə əzəmətli bir dua öyrədir. وَمَا تَوْفِيقِي إِلَّا بِاللَّهِ. Mənim müvəffəq olmağım Allahın sayəsindədir. عَلَيْهِ تَوَكَّلْتُ. Mən ona təvəkkül etdim və ileyhi unib. Mənim qayıdışım da onadır. Bütün xeyir işlər, əziz cəmaət. Bugün biz burada varıqsa, Allah subhanahu və teala bizə müsəlman kimi, mümin kimi, uca Allahın kitabı Qur'an-ı Kərimə, Rasul sallallahu aleyhi və səlləmin səhih sünnəsinə, səhabələrin, tabiunların, sələflərin yoluna uyğun olaraq yaşamağı müvəffəq edirsə, hamısı Allahın bizdən əməllərimizi qəbul etməsinin əlamətidir. Bizi üstün fəzilətli etməsinin sübutudur. Allah Teala'nın bizi sevməyin, seçməyin göstərir. Çox insanlar Zilhiccə ayına çatmır. Çatır, fəzilətin bilmir. Necə gəldi, yaşayır. Həqiqi bu aya çatmaq, həqiqi Arafa günü yaşamaq, həqiqi Qurban bayramı olmaq, bütün bunların fəzilətin, savabın bilərək gəlməkdir, elmlə. Bu günlərin fəzilətin bilərək, faydaların bilərək hansı işləri görmək lazımdır, hansı işdən çəkinmək lazımdır. Həqiqi yaşamaq budur. Allah subhanahu və teala buyurur: Ya eyyuhəl-ləzīnə əmənu istəcibu lillahi və lirrasuli izə də'akum limə yuhyikum. Ey iman gətirənlər! Sizlər Allahın və onun elçisinin içərisində həyat olan əmirlərinə dəvət olunduqda o dəvətə cavab verir. Çünki Allahın əmrində, Rasul s.ə.v-in sünnəsində həqiqi həyat var. Həqiqi həyat budur. Uca Allahın dediyi kimi yaşamaq, Rasul s.ə.v-in öyrətdiyi kimi yaşamaq. Allah subhanahu və teala buyurur: Mən amilə salihan min zəkərin əv unthə və huvə mu'minun fələnuhiyyənəhu həyatan tayyibə. Mümin olaraq yaxşı işlər görən kişiyə yaxud da qadına gözəl həyat vardır. Gözəl, yaxşı, xoşbəxt həyat vardır. Həqiqi yaşamaq bax budur. Allah Teala insana bu əzəmətli günlərə çatmağı müvəffəq edibsə, insan da bu əzəmətli ayın ibadətlərin yerinə yetirə bilirsə, gücü çatdığı qədər əlbəttə, bu onu göstərir ki, Allah subhanahu və teala o ibadətləri ondan qəbul edib. O ibadətlər ondan qəbuldur. İnsan bəzən düşünür, görəsən, mənim etdiyim əməllər məndən qəbul olunur ya yox, bax həyatına. Əgər sən namaz qılırsansa, tərk eləməyib, yenə davam edirsənsə namazlara, sən oruç tutursansa, tərk eləməyib, yenə davam edirsənsə oruca, sən zikirlər edirsənsə, tərk eləməyib, yenə zikirlərə, dualara davam edirsən, salih əməllərə ard-arda gəlirsə, demək Allah subhanahu və teala səndən qəbul edir. Çünki qəbul olunan əməl özündən sonraki əməli çağırır. Qəbul olunan əməl
özündən sonraki salih əməli dəvət edir onu etməyi. Həmçinin insan əməllərdən sonraki halına baxmalıdır. Baxın, bizlər bugün ömrümüzdə bir Arafa günü yaşadıq. Allah Taala'nın bəndələrin ən çox cəhənnəmdən xilas etdiyi gün, Arafanın orucu 2 ilin günahlarına kəffarədir. Bu günə məxsus zikir, dua var, hansı ki insanlar onu dilindən əksik etmədi. Lakin bütün bu günün ibadətlərin qəbul olunmağında şərt nədir? Əgər sən böyük günahlardan çəkinsən. Arafa orucu nə vaxt bizim 2 illik günahlarımızı silib bağışlayır? İzəctunibətil kəbair. Yəni insan əgər böyük günahlardan uzaq olsa. Baxın, yəni bu gün geridə qalsa da, bu günün orucunun qəbul olması üçün insan ömrü boyu çalışmalıdır. Ki mən böyük günahlar eləməyim ki, o əməllərin, o nafilə ibadətlərin mənə savabı gəlməyə davam etsin. Qıldığım cümələrin o biri cüməyə qədər arasında olan fəziləti, Ramazan növbəti Ramazana qədər, ümrə növbəti ümrəyə qədər nə vaxt onların savabı sizə qalır? Əgər sən böyük günahlardan uzaqlaşıb tərk etsən. Əlbəttə bizim hamımız istəyirik, əməllərimiz qəbul olsun, ömrümüz bərəkətli keçsin. Allah Teala bizlərə bütün bu xeyirləri müvəffəq etsin. Bunların hamısının aləmlərin Rəbbi olan Allahdan ixlasla, elmlə istəmək lazımdır. Həqiqətən qardaşlarım, Allah Subhanahu və Teala ondan istəyəni müvəffəq edir. Ondan həqiqi, səmimi qəlbdən istəyən kim olursa olsun, istər bu gün Allah Teala'nın ən böyük düşmənidir, ən şərr adamdır. Amma səmimi qəlbdən Allahdan istəsə, Allah Subhanahu Teala ona tövbəni, hidayəti nəsib edir. Necə ki, tarixə baxaq, kimlər hidayət oldu. Heç kim ağlına gəlməzdi ki, onlar hidayət olar. Lakin Allahdan səmimi qəlbdən istəməyinə görə, yaxud da kimsə onun üçün dua eləyirdi. Baxın, o da var. Kimsə onun hidayəti üçün Allaha səmimi qəlbdən dua eləyirdi. Və Allah Subhanahu Teala o hidayət edir. Yəni, hidayət təkcə öz duan kifayət eləməz. Ola bizim kiminsə sən duası sanki bugün haqq yoldasan. Bəli, qardaşlarım, bizlər üçün kimlərinsə duası sayəsində biz bugün sabitik. Namaz qıllıq, oruç tuturuq, doğru əqidə, doğru mənhəc. Hər halda bizlər üçün də vaxtı ikən dua edən insanlar olub ki, Allah Teala bizə bu hidayəti, bu imanı nəsib edib. Ona görə bunu qoruyub saxlamaq, savabları mühafizə eləmək, Allah Teala'dan müvəffəqiyyət istəmək, Allahım, sənin üçün ibadət edirəm, sənin üçün namaz qıllam, oruclar tuturam, istər fərz, istər nafilə, ya Rabbi, etmiş olduğum günah əməllərə görə bunların savabları dağılmasın, bunların savabları getməsin. Allahım, mənə nəsib elə bu ibadətlərə davamlı olmalı. Çünki qardaşlarım, əgər Allah Teala insana xeyir istəyirsə, onun başın ibadətlərə qatır. Onun başın salih əməllərə qatır. Təkcə insana yox, hətta bir kəndin, bir şəhərin cəmaatına. Allah Teala ora üçün xeyir istəyəndə onların başını ibadətə qatır. Görürsən ki, xeyir işlər, elm məclisləri, oruclar, namazlar, kiməsə köməklik eləyək, qurban kəsək, paylayaq, aydındır və yaxud da başqa xeyirli işlər. Aydındır. Amma kim ki dartışmaqla, ixtilaflarla, çəkişmələrlə məşğuldur, o buna söz atır, bu onu incidir, bu onu şərləyir, bu onun yalandan üzünə durur, yalan yeri şahiddə və s. Bil ki, o qövmə bəla yaxındır. Allah Teala oradan nəzərin götürüb. Peyğəmbər s.ə.v günlərin bir günü uzanıq vəziyyətdə danışır. Daha doğrusu söykənmiş vəziyyətdə ki, mömin xəta eləyər, mömin zinada eləyər, mömin başqa günah da eləyər. Amma dirsərir durur, mömin yalan danışmaz və yalan yerə şahidlik eləməz. Neçə dəfə təkrar edir, mömin yalan yerə şahidlik eləməz. Səhabə deyir ki, o qədər təkrarda biz dedik, kaş sussaydı yəni. Çünki çox əziyyət çəkirdi. Nə qədər əzəmətli günahdısa, ondan əziyyət. Yəni, niyə görə qardaşlar? Niyə görə bu Peyğəmbər s.ə.v deyir? Bilir ki, bu insanın imanın əlindən aparacaq və bir yerdə yalan danışan, şər atan insan varsa, o təmizlərə də təsir edəcək. Xeyri bərəkətə aparacaq. Və orada
xeyir, fayda az olacaq. Ona görə daima müsəlman çalışmalıdır ki, başın xeyrə qatsın. Baxın, salih sələflərin həyatına baxaq. Vallahi, o qədər bir-birləri üçün üzürlər gətiriblər ki, ağla sığmaz. Ağla sığmaz bir-birləri üçün üzürlər gətiriblər. Salih sələflər Allahın əsl təqvalı övliyalarıdır. Allah subhanahu ta'ala Kur'an-ı Kerim'de deyir: "Ələ inne əvliya Allah la xawfun aleyhim və la hum yahzanun." Bilin ki, Allah'ın övliyaları o salih sələflərdir. Yəni Kur'an sünnet sahabələrin yolunda olanlar. Bir-birləri üçün necə qardaşlığı qorumağa, mehribansılığı qorumağa səbəblər axtarıblar. Ən kövrək cəmaatdır. İnsanlar arasında haqqı ən yaxşı bilən və Allahın yarattıqlarına qarşı ən mülayim, ən mərhəmətli olan cəmaatdır. Ən bağışlayan cəmaatdır, ən əfv edən cəmaatdır. Ən çox mehribansılığı qorumağa çalışan cəmaatdır. Ancaq işi bununla keçir. Və bilir ki, salih sələflər əminamanlıq ondusa, onun 9'u eşitməməzlikdən, görməməzlikdən gəlməkdir. Baxın, qardaşlar, demirik o şey yoxdur. Var. Ancaq mən o görmürəm, görmək istəmirəm. Ki, qardaşımla arama ixtilaflar düşər. Qardaşımla arama incillər düşür. Amma bu gün necədir, qardaşlar? Yəni, axtarır nəsə ki, bir incili düşsün. Küsüm, tez küsüm. Nəsə gəzir ki, bir dənə şey tapın, tez incil. Bu, sələfin, yəni ki, yoludur. Yolu deyil, minhəzi deyil, qaydası deyil, üslubu deyil. Yəni Allah Teala biz odlu uçurumun qırağındaydıq. 15 ilimizi, 20 il qabağımızı yadımıza salaq. Ən cahil bir həyat yaşayırıq. Öyle deyilmi? Allah Subhanahu Teala bizi oradan xilas elədi. Getdi hidayətə və bizə nə buyurur? Bu neməti xatırlayın və bunu Allahın dininə qardaş olmaqla qoruyub saxlayın. Ona görə əziz qardaşlar, bizlər fikir verməliyik, mehribansılığı necə qorumaq, mülayimliyi necə bərpa eləmək. Bilin ki, qardaşlarım, tövbə ancaq mülayim qəlbdən qəbul olur. Bəzən danışırıq, rahat qəlbi, mülayim qəlbin faydaları. Ən birinci, Allah subhanahu və teala bəndələri arasında mülayim qəlblilərdən, mərhəmətli, doğrudan da bağışlayan qəlblərdən onların tövbələrin, ibadətlərini qəbul edir. Allah Teala mülayim qəlblərə elm qoyur. Bu elm Allahın nurudur. Hər qəlbə o qoyulmur. İmam Şafi rahiməhullah gedir müəllimi Vaki' ibn Cərrahin yanına. Yaddaşının zəifliyindən ona şikayət eləmək. İmam Vaki' ibn Cərrah İmam Şafiyə başa salır ki, elm nurdur, o asi qəlbə qoyulmur. Asi qəlb, yəni içində paxıllıq, həsəd, kin, küdurət, o qəlb əsla ora elm düşməyəcək. Elm öyrənə bilməyəcək. Çalışacaq, müvəffəq ola bilməyəcək. Çünki onun qəlbində paxıllıq var, həsəd var, kin var, küdurət var, incilik var. Amma Allah Teala elmi qoyur yumşaq qəlbə, mərhəmətli qəlbə, təvazökar qəlbə, əfv eləyə bilən, bağışlaya bilən qəlbə. O qəlbə Allah Subhanahu Teala elmi qoyur. Nəinki elmi, o təmiz qəlbə Qur'an, sünnə, doğru əqidə, doğru fəhim, doğru mənhəc. Əksər azan insanlara baxın, qəlblərində nələr daşıyırlar. Bəzən dilləri o qəlblərdən xəbər verir. Alimlərə qarşı kin-küdurət, rəhbərlərə qarşı kin-küdurət, cəmaatı parçalamaq üçün növbə-növ oyunlar. Qardaşlar, elə qəlbi daşıyan insan hidayət ola bilər? Eləmə. Elə qəlbi daşıyan insan hidayət ola bilər? Nətər hidayət olsun? Hara, o qəlbdə o hara qoyulsun? O hidayət, o nur, o işıq hara qoyulsun o qəlbdə? Yer yoxdur axı. Alimə kin-küdurət, elm əhlinə kin-küdurət, rəhbəri bəyənməmək, rəhbərin ətrafındakilərin bəyənməmək, müsəlmanlara qarşı nəsə
Ancaq o hidayət, o nur, o işıq qoyulur rəhimli qəlbə, mülayim qəlbə, təvazökar qəlbə, həqiqətən də haqqı bilmək istəyən qəlbə. Ona görə qəlblərimizdə, qardaşlar, rəhimli çoxaraq, təvazökarlığı artıraq, mülayimlik çox olsun ki, sabah Allah Teala üçün elm öyrənəndə o elmə nail olaq. Bir ibadət eləyəndə o ibadətin bizə təsir olsun. Namazımızın bizə faydası, orucumuzun, oxuduğumuz Quranın, sədəqənin, zəkatın bizə faydası olsun. Əksər insanlar nədən şikayət edir? Qəlblərin quruluğundan. Namaz qıllam təsirlənir. Oruç tuturam, heç nə. Heç nə hiss eləmir. Bu adam heç nə hiss eləmir, qardaşlar. Səbəb bura yoxdur, bura ölüb. Burada salih əməllərə yer olan gözəl niyyət, gözəl düşüncə, əff eləmə, bağışlamaq basdırılıb, buradan o çıxarılıb, əvəzdə nə qoyulub? Kimisə güdmək, görün bugün təzə nə xəbər var, izləmək, casusluq, kin, küdurət, həsəd, baxıllıq. Və bilsin ki, bu insan həyatı boyu dar, sıxıcı həyat yaşayacaq. Sıxıcı, narahat et. Necə ki, hər birimiz görürük, qardaşlar. Bu qəlbi qoruyub saxlamaq ki, sabah elmi öyrənəndə bu qəlbin mənə faydası olsun. Sabah salih əməllərində bu qəlb ağlasın, titrəsin, əssin. Allah Subhanahu Teala Quran-ı Kərimdə buyurur ki, Allahu nəzzələ əhsənəl hədisi kitabən mütəşəbihən məthəni. Allah Teala sözlərin ən gözəlin ayələri bir-birinə bənzər kitab şəklində nazil etdi. Təqşəirru minhu culudullezine yaxşavne rabbahum. Rəbbindən qorxanların o Qur'anla dəriləri ürpəşir. Dəri bax budur, ürpəşir. Thumma talinu culuduhum və qulubuhum min zikrillah. Sonra dəriləri və qəlbləri Allah'ı zikr etməkdə yumşalır. Yumşalır. Salamat qəlb yumşalır. Allah Teala nə buyurur? Əfəmən şərəhallahu sadrahu lil-İslami fəhuva alə nurin min rabbihi. Qəlbini uca Allah'ın İslam'a açdığı şəxs Rəbbi tərəfindən bir nur üzərədir. Fəvaylun lil-qasiyyəti qulubuhum an zikrillah. Vay olsun qəlbləri Allah'ı zikr etməkdən qafil qalar. Baxın, qəlbləri deməli dili. Allah Teala buyurur, və la tuti' tabi olma, arxasız getmə. Kimin? Və la tuti' tabi olma, arxasız getmə. Mən əğfələ qalbəhu an zikrillah. Qəlbini Allah'ı zikr etməkdən məhrum etdiyimiz şəxs. Baxın, dil ola bilir, zikr edir, oxuyur, namaz qılır, orucu tutur, dua var, amma qəlb o duymursa nədir? Faydası yoxdur. Yəni, qəlb və dil bərabər olsun. Buna görə bu əzəmətli günlərdə qazandığımız savabları Allah Teala'dan istəyirəm ki, qəlblərimizin yumşalması səbəb eləsin. Qəlblərimizin diri, həyatda olması səbəb eləsin. Qəlblərimizi qafillərdən təmizləsin. Qəlb üzərində çoxlu dayanmaq, gözəl dərslər var, faydalar var. Onlara baxmaq, oxuyub qulaq asmaq. Niyə insanlar motivasiyalar yox? Çünki qəlb ölüb. Qəlb ölüb. Ruh düşkünlüyü, heç nə iş, qəlb xarab oldusa, bütün bədən üzvləri, bütün işlər xarab olacaq. Amma qəlb diri olanda, həyatda olanda, bütün hər şey qaydasında olacaq. Allah Teala bizim qəlblərimizi ıslah eləsin. Allah üçün bu xatırlatma ən birinci öz günahkar, qafil nəfsimə, sonra da siz dəyərli, qiymətli cəmaatımıza. Allah Teala bizi bu əzəmətli günlərdə bağışlasın. Bizi cəhənnəm odundan xilas eləsin. Allahım, bizi bu gün də bağışla, ya Rabbi. Sabah da bağışla, ya Rabbi. O birisi gündə bağışla, ya Rabbi. Bizi həmişə bağışla, həmişə əff elə, ya Rabbi. Allahım, bizim aşkarda və gizcində olan günahlarımızı bağışla. Əvvəlinci və axırıncı olan günahlarımızı bağışla. Böyüklərin, kiçiklərin, hamısını bağışla, ya Rabbi. Hətta biz qafillik edib səndən bağışlanma istəməsək belə, Allahım, sən bağışlayasan, bizi bağışla bizə. Sən bağışlamağı sevirsən, ya Rabbi. Allah köməyimiz olsun. Uca Allah bizlərə işli başa düşür, faydalanan və ən gözəlinə tabi olan onlarından etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.